Goranboyda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Faxralı kəndində, yəni hazırda qarşısında dayandığımız fərdi yaşayış evində qeydə alınıb. Belə ki, burada yaşayan 39 yaşlı kişi, 63 yaşlı anası və 31 yaşlı həyat yoldaşı olan qadını bıçaqlayıb. 63 yaşlı qadın aldığı bıçaq xəsarətlərindən elə hadisə yerində həyatını itirib. 31 yaşlı qadın isə çoxsaylı bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Məlumata görə ailə münaqişəsi zamanı 39 yaşlı kişi həyat yoldaşını bıçaqlamaq istəyən zaman onun anası onun qarşısına keçib. Elə hadisə isə bundan sonra baş verib. Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirildiyi iddia olunan qadın Goranboyun Faxralı kənd sakini, 1963-cü il təvəllüdlü Zoya Əhmədovadır. Bıçaq xəsarət alan digər şəxs isə hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Emin Vəliyevin həyat yoldaşı Jalə Yolçuzadədir. Qazi Emin Vəliyevin yaxınlarının sözlərinə görə onun psixoloji problemlər olub. Qətlə yetirilən Zoya Əhmədovanın qohumları isə bildiriblər ki, hadisə ailə münaqişəsi zəminində olub. Anasıyla belə demək olmaz ki, aralarında nəsə həmişə münaqişələri olub. Müəyyən vaxtlar müalicəyə ehtiyacı olan müddətlərdə münaqişələr haqqında eşitmişik, olubdur, belə hallar olub. Pozulur, müalicə elədirdilər tez-tez. Müalicəni də qəbul eləmirdi. Deyirdi, acığı tutur müalicə deyəndə. Belə də nervlər pozulmuşdu. Ağır bıçaq xəsarətləri alan Jalə Yolçuzadə yaxınlarının köməkliyi ilə Gəncə şəhər birləşmiş xəstəxanasının nəzdində olan akademik Zülfüqar Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub. O, ondan çox bıçaq xəsarət alıb. Qadının vəziyyəti ilə bağlı təbib də məlumat yayıb. Xəsarətləri başın, bədənin, döş qəfəsinin çoxsaylı kəsilmiş, deşilmiş yaraları. Xəstəyə yardım göstərilib, yaralar tikilmişdir. Hal-hazırda müalicəsi reanimasyon şöbəsinə davam etdirilir. Vəziyyəti ağırdır. Emin Vəliyevin hadisədən sonra qaçdığı və polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanıldığı bildirilir. Qeyd edək ki, 39 yaşlı Emin Vəliyevin Jalə Yolçuzadə ilə evliliyindən 2 az yaşlı oğlu var. O, 44 günlük vətən müharibəsi qazisidir və 3-cü qrup əlildir. Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Goranboy.